Bir daha salam. Yenə Kürdaxandan. Kürdaxandan belə deyim, Araz marketin arxasına düşür. 304 nömrəli məktəbin də yaxınlığına düşür. Sot yarında yaşayışdır. Şəxsi özünə tikilən bir evdir. Çox qəşəng bir evdir, yəni səliqəli bir evdir. Valla bugünkü günümüzdə bu qiymətə ev yoxdur. Həqiqətən sizə deyim, evlər günü-gündən qalxa gedir. Çünki şəhərlərdən, ərazilərdən söküntülər gəlir. Söküntü gələn insanlar da hamısı bu tərəflərə gəlir də, yəni. O yüzden də yəni evlər qalxır. Düşməyə heç kəs düşünməsin ki, evlər düşər. Bura hamam sanitar qovşaq demək girəcəkdə böyük bir holdur, açıq bir holdur. Holda hamam sanitar qovşağıdır. Girirsən, girəcək belə bir koridor kimidir. Həm koridor kimidir, həm zal üstü şeydir də, mətbəxdir. Baxın belədir. 2 yataq otağı, bir də zaldır. Evimizdə hal-hazırda yaşayış var. Yaşayış var, yenə dediyim kimi şəxsi özünə tikilən bir evdir. Yaşayışlı bir evdir. Qiymət də çox münasibdir, qiymətini deyim sizə ki, burası da evimizin zalıdır. Qiymət olaraq da 47 minə deyir, 47 minə. Ev yəsi inşallah ki, özü sizi endirim edəcək. Allah hər kəsə xeyir versin.